Cənab Prezident, Ali Başkomandan, bizim Hacıqabul rayon İşıq İdarəsinin işçilərinin gördüyü işlər, Elnur Həsənov, Əli Yusufovun gördüyü yarım stansiyada işlər, beton əvəzinə xarab daşları, çürük daşları yığıblar bunun altına, üstündən hasar inşa ediblər. Həmin hasar yararsız vəziyyətdə patlaq, altının betonu yox, daşları düzüblər, bardyor əvəzinə 10 minlik stolbaları çıxardıb, beton stolbaları yığıblar bura. Bunlar nə qədənə devlət pul ayırıbsa, bunlar hamısını yeyiblər, mənimsəyiblər. Devlət tərəfindən ayrılan vəsait yeyilir, betonu mənim əsirgəyə, dirəklərin dibinə, yenidən qurma işıq dirəklərinin dibinə beton verilməyib. Az miqdarda verildiyinə beton indidən partlayıb, işıqlar, dirəklər qəzalı vəziyyətdədir hal-hazırda. Bir dirəgə bir dənə dayaq vurublar. Bunlar betonun da, simentin də pulunu satıb yediklərinə görə işlər bu vəziyyətdədir. Xahiş edirəm aidiyyatı qurumlardan, Cənab Prezident, Ali Başkomandan, sizə xahiş edirəm bu işlərin baxılmasına göstəriş verəsiniz.